Salam hörmətli izləyicilər. Bu dəfəki qonağımız hərbi ekspert Tərlan Eyvazovdur. Tərlan bəy, xoş gördük. Xoş gördük. Sizi də, hörmətli izləyicilərinizi də ürəkdən salamlamaq istərdim, ancaq bunu ürəkdən edə bilmirəm. Məlum qəza, yəni Türk qardaşlarımızın, hərbiçi qardaşlarımıza daşıyan hərbi təyyarənin qəzaya uğraması bütün xalqımızın ürəyini göynədir, bütün Türk dünyasının ürəyini göynədir. Ona görə də icazənizlə mən də elə bir ölkənin vətəndaşı olaraq, bir Türk sevdalısı olaraq, bir keçmiş hərbiçi olaraq, öz qardaşlarımızın şəhid olması hadisəsi ilə, hüzün günü vasitəsilə bütün dostlara, yaxınlara, qardaşlara başsağlığı verəm, başımız sağ olsun deyəm. Yəni bu tək bir Türkiyənin dərdi deyil, bu bizim hamımızın dərdidir. Amma nə yazıq ki, nə edək ki, bunsuz da mümkün deyil. Yəni əgər dövlət varsa, onun silahlı qüvvələri varsa, təbii ki, bu silahlı qüvvələr daima elə döyüş vəziyyətindədir. Ona görə də belə qəzalardan heç kəs sığortalana bilməyib. Başımız sağ olsun. Başımız sağ olsun. Tərlan bəy, elə onsuz da birinci sualım məhz bu təyyarə ilə bağlı olacaq. Ümumiyyətlə, təyyarə Azərbaycana gəlmişdi. Təyyarə C-130 hərbi yük daşıyan təyyarədir və bu təyyarə Gürcüstan səmasında, Azərbaycandan Gəncədən uçarsan Gürcüstan səmasında qəzaya uğradı və onun yerə düşmə bir videosu da yayımlandı. Ümumiyyətlə, müxtəlif versiyalar var bu təyyarə qəzası ilə bağlı, təbii ki. Və bu versiyalarda kənar müdaxilə, yəni vurulma amilindən tutmuş, texniki nasazlıq, elektronika sahəsi, daxildəki elektronikada yaranmış problemlər, müxtəlif versiyalar var. Siz necə düşünürsünüz? Ümumiyyətlə, bu təyyarə niyə görə qəzaya uğramış ola bilər və yaxud da ki, bunun səbəbləri nə ola bilər? Səhəd bəy, bu aradan keçən tanışlığımızın uzun illər vaxtında yəqin ki, siz də məni yaxından tanıyırsınız və azdan çoxdan izləyicilərim, hər halda o birisi ekspertlər kimi olmasa da vardır. Və onlar da yaxşı bilirlər ki, mən heç vaxtı öz bilmədiyim sahəyə girişmirəm və hər hansı bir məsələni tam şəkildə araşdırmadan söz deməyin əleyhinəyəm. Yəni, kimlərsə elə hadisə baş verən kimi yadınızdadır da, müəyyən hadisələr baş verəndə, partlayış olanda və yaxud vertolyot qəza enişi edib partlayanda o dəqiqə fikir söyləyirlər ki, bunu filan yerdən eləyiblər. Halbuki hələ vertolyotun yerə düşən o parçaları yanıb soymamış, belə fikirlər söyləmək düzgün deyildi. Biz də ona vaxtında öz tənqidimizi bildirmişik. Bir də onu qeyd edeyim ki, mən təbii ki, sizlə bu bayramdan sonraki paradla, bayramla bağlı olan biz verilişi proqramı etməliydik, ancaq edə bilmədik məhz bu səbəbdən, çünki mən özümdə deyildim və siz də o qədər yüksək səviyyədə əhvalda deyildiniz. Ona görə də həm də digər tərəfdən biz düşündük ki, bu barədə hər hansı bir məlumatlar ortaya çıxsın, biz onun əsasında fikir söyləyək. İndi söylənilən fikri ilk əvvəl təbii ki, kənar müdaxilə məsələsi idi. Ancaq bu ortalıqdan çıxdı niyə görə? Çünki bu təyyarə hərbi təyyarədir və hərbi təyyarələrin özü də uçduğu marşrut ki, bəllidir. O gəlib Gəncəyə eniş edib, 2 saatdan sonra deyildiyi kimi yenidən yüklənib geriyə qayıdarkən bu hadisə baş verib. Bu hadisə hardasa Azərbaycan sərhəddindən bir qədər təxminən 10 kilometr içəridə, 7 kilometr deyilir, bu baş verir. İndi o dəqiqləşdiriləcək. Məsələ ondadır ki, hörmətli izləyicilərimizə bir daha xatırlatmaq istərdim ki, ümumiyyətlə bütün uçaqlar, hətta balaca dronlar belə aidiyyəti orqanlar tərəfindən izlənilir, belə xidmətlər var və NATO ölkəsinə daxil olan, hərbi bloka daxil olan təyyarənin özü də çox ciddi şəkildə izlənilir. Yəni, hətta ona qarşı tuşlanmış hər hansı bir ciddi, yəni buradan söhbət S-300-dən gedir, ona bərabər olan silahlardan S-400-dən gedirsə, hətta ona vurulmağa hazırlıq mərhələsi keçirsə, o dəqiqə istər həmin təyyarənin özündə, istərsə də həmin ölkənin və onun daxil olduğu blokun özündə, hərbi blokun bu arada məlumat olur. Bizim özümüzdə də bilirsiniz ki, belə şeylər var. O dövrdə necə ki, Ermənistan prezidenti söz vermiş ki, mən Xan kəndinə uçacam, loğalıqla öz təyyarəsinə bir nömrəli borta oturarkən Azərbaycanın bütün havadan müdafiə qüvvələrinin həyata gətirilməsi bu baradan konkret məlumat verildikdən sonra o çox rüsvaycasına təyyarəni tərk eləməyə məcbur olmuş. Yəni bu bir nümunədir mən gətirirəm və bu məsələ də təbii ki Azərbaycan və ona dost olan
bir ölkə sərhədində baş veribsə və burada ən azı tutalım Ermənistan və Rusiyanın hər hansı bir müdaxiləsi gözlənilənsə, bu da çox uzaq bir məsafə alınır və uzaq məsafədən də yəni Çində qoyulub atılan bir raketlə bunu vurmaq olmaz. Birinci növbədə ona görə vurmaq olmaz ki, o raketlər Stinger olsun, ona dair İqla və s. olsun. Bunlar təxminən 6 kilometr yüksəkliyə qədər vura bilər. Burada isə göründüyü kimi həmin təyyarənin hündürlük məsafəsi, onun elə bir imkanları 11 metrə, yəni 15 kilometrdən artıqdır. Burada isə 8-9 arasında deyir. Ona görə bu istisnadır. Amma qaldı ki, dediyimiz kimi digər qurğular vasitəsilə vurulursa, PUKA olsun və yaxud S-300 olsun, bunların da əgər işə düşməsi elə də belə də baş verə bilməz. Kör-körana deyil, mütləq şəkildə bundan aidiyyəti qurumların xəbərdar olacağı vacibdir. Burada indi qalır içəridən hər hansı bir partlayışın ola bilməsi. Bunun da istisna olunur. Çünki bu təyyarənin cəmsi Türkiyədən deməli gəlib və yenidən geri qayıdır və burada da Gəncədə təbii ki, orada çox ciddi şəkildə bir qoruma altındadır. Ona hər hansı bir kənar müdaxilənin olması da yol verilməzdir. Orada da partlayıcı maddələr də olmuyor. Digər bir tərəfdən mənim bildiyimdə türklərlə bilirsiniz ki, bizim əməkdaşlarımız hələ xidmət dövründə olub. Bundan sonra da biz bunları izləyirik. Siz də orada dəfələrlə ezamiyyətlərdə olmusunuz. Və burada belə bir təlimata görə əgər orada sərnişin uçursa, onlar hərbçilər olsalar da onlar sərnişindilər, hər hansı bir partlayıcı maddə daşımır. Yəni o təhlükəsizlik baxımından. Və burada bir məsələ də bildirirlər ki, niyə görə onlar paraşütlə tullanmayıblar? Birinci, onlar mütəxəssisdirlər. Yəni onlar tullanmaq üçün, hər hansı bir təlimdə iştirak etmək üçün gəlməyiblər. Onlar gəliblər ki, F-16'lara texniki xidmət göstərsinlər. Və geriyə də qayıdarkən təbii ki, mən düşünürəm ki, onların üzərində hər hansı bir vasitə olmuyor ki, ondan istifadə etsinlər. Əgər sərnişin təyyarəçisə, ümumiyyətlə sərnişin təyyarələrində pilotların da heç bir tullanma vasitəsi olmur ki, onlar axıra qədər onu deməli idarə etməlidirlər. Yəni vəziyyət bu cürdür. Amma burada görünən budur ki, bu məsələ qəflətən baş verir. Mən özüm burada əgər maraqlıdırsa, ötən il hörmətli bizim konfliktolog Elxan Mehdiyevlə deməli bizim Tbilisidə keçirilən bir tədbirə dəvətli idik. 3 gün orada olduq və uçarkən, yəni Bakıdan Tbilisə uçarkən elə təxminən o yerlərdə Gürcistan üzərində çox qəflətən bir hava burulğanına düşdü. İnandırım sizi ki, bu nə qədər saniyə çəkdiyini mən bilmirəm. Təbii ki, bizim üçün bütün zal uğultuya büründü və mən bir anlıq elə düşündüm ki, artıq bizim təyyarə çox sürətlə yerə çırpılmağa doğru gedir və kəlmə şəhadətimi də gətirdi. Yəni mən bunu gizlətmirəm. Və bir qədərdən müddətdən sonra pilotlar artıq idarə etməli əl aldılar və orada olan təbii ki, gəmi heyəti də, orada olan o bələdçilər də bildirirlər ki, qorxmağa dəyməz. Yəni təbii də onların vəzifəsidir. Yəni bu burulğandır, bu yerlərdə belə şeylər gözləniləndir. Geriyə qayıtdıqda isə heyət başqa idi. Həmin o şəhid olan heyət idi. Kiril də, yəni o adı yadımda qalıb. Sonradan ki, o məlum dekabr ayında Qrozn üzərində vurulan təyyarənin komandiri idi. O idarə etdikdə yenə də həmin getdiyimiz təxminən də rayonda biz həmin vurulğana düşdük, amma bu dəfə daha tez çıxdıq vəziyyətdən. Mən belə başa düşdüm ki, bu artıq idarə etmədən asılı olan, professionallıqdan asılı olan bir vəziyyət. Yəni bunun da bir versiyalardan biri ki, irəli sürmək olar ki, təyyarə həddən artıq köhnədir, bəli köhnədir. O baxmayaraq ki, deyildiyi kimi uzun müddət istismar olsa da güya o tez-tez texniki baxışdan keçirilir. Amma görünən budur ki, təyyarə ilə göydə müxtəlif parçalara bölünür və motorlar bəzən bildirilirdi ki, sıradan çıxıb. Amma görünən budur ki, motorlar işlək olduğuna görə tüstülənir və yavaş-yavaş o gövdə füzelyaj tərəfi yerə enməkdədir. Quyruğu bir tərəfə, baş tərəfi də bir tərəfə düşür. Yəni içəridə olan hər hansı bir kataklizmadan mı deyim, hər hansı bir bulunğandan mı deyim, hər hansı bir vəziyyətdən, qəza şəraitindən mi deyim, ola bilsin ki, hansısa içəridə gövdənin özündə köhnəlmədən mi deyim, hər halda bunu komissiya çox asanlıqla bunu müəyyən edə biləcək. Bu vəziyyətdə bu üç yerə bölünüb və gəlib yerə toxunarkən də deməli bizim içərisində olan bütün heyətlə birlikdə sərnişinlər, hansı ki onlar texniki vasitələrə qulluq eləyənlər idi, çox gözəl mütəxəssislər idi və bildirim ki, hərbidə ümumiyyətlə qeyri-hərbidə də ən güclü mütəxəssislər, ən qiymətli mütəxəssislər bu sahənin mütəxəssisləri sayılır. İstər pilot olsun, istər mexanik olsun, istər şturman olsun və s. Yəni
hər bir halda biz gözləməliyik. Yəni mən öz mülahizələrimi bildirdim və mənə belə gəlir ki, digər mülahizələri, hər hansı bir qeyri-adekvat, hər hansı bir göynədici, hər hansı bir like xətrinə, sensasiya xətrinə olan və qeyri-professional deməli mülahizələri söyləməyin yeri yoxdur. Bu sahənin çox gözəl mütəxəssisləri var Türkiyədə və Gürcüstan hökuməti də bu işdə maraqlıdır. Bütün şəraiti yaradıb və bu şəraiti yaratdığına görə Sayın Erdoğan tərəfindən Gürcüstan hakimiyyətinə minnətdarlıq bildirilib. Burada maraqlı olan tərəflər birinci növbədə təbii ki Türkiyədir, Gürcüstandır, Azərbaycandır və eyni zamanda bu təyyarənin istehsal edən firmanın özüdür. Onlar da gəlib o həmin araşdırma işində iştirak edirlər. Amma hər bir halda deyir ki, hər şeyin təzəsi, dostun köhnəsi. Mənə belə gəlir ki, artıq bildiyim qədər 58-ci ildən bu deməli uçaqlar buraxılır istehsala və 62 ya 65-ci ildən artıq bu uçaq alınıb, Ərəbistana verilib, Ərəbistandan da Türkiyə tərəfi alınıb. Hər bir halda bu uçaqların yenilənməsi, daha müasirlərin əvəz olunması vacibdir. Çünki heç bir pul, heç bir maliyyə gördüyünüz kimi bu 20 nəfəri bizə qaytara bilməz. Bu cür insanların o öz şəhidlərini qarşılaması, o yaxınlarının o hışırıqlarını eşitmək doğrudan da insana olduqca ağır təsir bağışlayır və mənə gəlir ki, bundan sonraki o atılacaq addımlar mütləq şəkildə onu yönəlməlidir ki, sülh şəraitində, qeyri-müharibə şəraitində bizim belə qurbanlarımız olmamalıdır. Doğru, tam razıyam sizinlə. Və buna xüsusi bir əlavəm yoxdur. Tərlan bəy, digər sualım və digər mövzumuz Azərbaycan qələbənin 5 illiyi ilə bağlı bir zəfər paradı keçirdi. Və zəfər həm də bayram kimi, yəni insanlar öz aralarında bayram kimi də qeyd edirdilər. Və parad ətrafında əslində çox müzakirələr var. Düşünürəm ki, bu barədə də sizin fikirlərinizi almağa ehtiyac var. Çünki siz ta 90-cı illərdən bu günə qədər bütün paradları demək olar ki, hamısını izləmişsiniz və paradlarda nə baş verir, hamısını görmüşsünüz. Və ona görə də sizin fikirləriniz maraqlı olacaq. Ümumiyyətlə, paradı necə gördünüz, necə təsəvvür edirdiniz və necə gördünüz? Mən o paradların heç birinin bilavasitə iştirakçısı olmamışam. Yəni ki, ilk parad 1992-ci ildə keçirilib. Yəni Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdə olduğu dövrdə. O da Azərbaycan ordusunun, yəni yenidən bərpasının birildiyi münasibətinə 11 oktyabrda səhv etmirəmsə, onda biz hərbi hissəmiz təbii ki, öndə idi, Qubadlı bölgəsində idi. Mən də oradaydım. Ancaq sonradan bu filmlər, televiziyada izlədiyim falan hər halda o dövrünə görə çox gözəl, olduqca çox yaxşı təsir bağışlayan parad idi. Və ondan sonra da bir neçə tərəfə, əsasən də İlham Əliyevin hakimiyyəti dövründə olan paradlar olub. İlk qələbədən sonraki paradımız isə, səhv etmirəmsə, elə 2021-ci ildə olub, ordunun günündə və Sayın Erdoğan'ın da iştirak etdiyi parad olubdur. O da yaxşı, gözəl parad olubdur. Və mən bu parada keçməzdən əvvəl ümumən istərdim ki, bu zəfər günü barədə bir neçə kəlmə icazənizlə bildirim. Yəni, göründüyü kimi olduqca böyük olan bir zəfəri, ondan sonra təxminən 3 ildə keçdikdən sonra tam şəkildə bir günlük həmin o anti-terror əməliyyatı və Azərbaycanın demək olar ki, dünyada çox nadir hallarda rast gəlinən belə bir qələbəyə imza atması, yəni tam şəkildə separatizmin kökünün kəsilməsi. Bu separatizmin kökünün kəsilməsi sən tək bölgədə deyil, tək bizim respublika deyil, ümumən regionda, ondan sonra ümumiyyətlə dünyada bu qələbənin nə qədər sülhə xidmət etdiyinin bir şahidi olduq. Amma bir şey təəssüf doğurur ki, insan doğrudan da hər hansı bir zirvənin yuxarısında olarkən o hansı hündürlükdə, hansı yüksəlikdə olduğunun fərqinə varmır. Onu qıraqdan görənlər görür və biz də bu günləri bu qələbənin nə qədər böyük əhəmiyyət kəsb etdiyini və bizim üçün, gələcəyimiz üçün bunun nə qədər gözəl bir qələbə olduğunu mənə gəlir ki, hələ tam şəkildə hamılıqla qavraya bilməmiş. Yəni bunun ləzzətini bir tərəfdən bizə dadmağa imkan vermirlər. Tam şəkildə, həm xaricdən, həm daxildən. Digər bir tərəfdən də hələ o ruslar deyir, asaznat eləmək məsələsi var. Tam anlayışla qəbul etmək üçün yəqin ki, bizə bir qədər vaxt lazım gələcək. Bunun niyə belə mən deyirəm? Çünki ona görə mən deyirəm ki, tutalım bizim daxil olduğumuz Sovetlər Birliyində və digər Türkiyə kimi qardaş bir ölkədə
o qazanılan istiqlaliyyət, baxmayaraq ki, o qədər uğursuzluqdan sonra ölkənin tam tutalım sıradan çıxması, qorxusu altında olandan sonra o qazanılan istiqlaliyyətə insanların, ziyalıların, yazarların, rəssamların olan münasibəti, ozanların olan münasibəti və bugün bizdə olan münasibət heç də adekvat deyil. Və mən bunu azdan çoxdan özüm bilirsən, mən Rəssamlar İttifaqının üzvüyəm və Rəssamlar İttifaqının deməli xətti ilə keçirilən o 5 illik sərgidə gördüm ki, nə qədər bu işə barmaq arası baxırlar. Yenə də sağ olsun bizim məktəblərimiz, bizim məktəb rəhbərliklərimiz ki, öz gücləri daxilində deməli bu tələbələrlə, şagirdlərlə bunu keçirməyə cəhd etdilər. Amma ümumən götürəndə biz o gözlədiyimizi ala bilmədik. Yəni elə bir ki, nəyinsə xətrinə də deyilər ki, bunu keçirmək lazımdır da. Amma bunu səmimi bir qəlbdən, şövqlə, belə böyük məhəbbətlə qeyd eləməyi mən onu görə bilmirəm. Yəni mən bunu anlaya bilmirəm ki, bu niyə belədir və bu bəlkə də bu ona görə belədir ki, həmin buna adekvat cavabdeh olan şəxslər mi deyim, nazir mi deyim, nazirlikdə olan əməkdaşlar mı deyim, onlar bu işlərdən xəbərsizdir. Yəni burada iştirak eləməyiblər. Siz Müdafiə Nazirini təbii ki, qoyuruq kənara. Orada olan nazirliklərdə olan birinci və ikinci şəxslərin müharibədə iştirak edən biz təbii ki, saya bilmərik, göstərə bilmərik. Bəlkə də buna görədir. Bəlkə də ona görədir ki, axı niyə üçün orada filankəs olub, qəhrəman olub, döşün orada medal bəzir, mən olmamışam, bəlkə də bu qısqanclıqdan irəli gəlir. Yenə də sənin, onun, bunun, bu hardakı bir balaca cırmaqlaya, kimsə nəsə bir film ərsəyə gətirdi, kimsə nəsə bir kitab yazdı. Ancaq o gözlədiyimiz gözlənti ki var, ona dair olan filmlər çəkilməlidir, sənədli filmlər çəkilməlidir. Möhtəşəm bir abidə qoyuldu Bakının ortasında, təbii ki, sağ olsun dövlətimiz, Bakı şəhər deməli, icra hakimiyyəti və s. orqanlarımız elədilər bunu, rayonlarımızda da bunu elədilər. Amma bu tək burada olmamalı. Bu insanların bütünlükdə o yeni doğulan körpələri, yeni anlayış, məktəbə gedən tələbələr falan, bunların hamısının yaddaşına yazılmalıdır ki, bu necə möhtəşəm bir qələbədir. Mən təbii ki, bundan razı qalmadım. Gəldin ki, o paradın məsələsinə, təbii ki, biz gözləyirdik ki, 5 illik parad əvvəlkilərdən daha möhtəşəm olacaq, daha hazırlıqlı olacaq. Ancaq mən deyirəm ki, və bu yazılan bir tənqidlərin bir çoxu ilə də razılaşıram ki, orada olan müəyyən qüsurlar təbii ki, olmaya bilərdi. Yəni, bu paradda əgər doğrudan da bu parad deyilirsə, komanda verilirsə, hamı ayaq üstə durub o paradı izləməlidir. Tam parad aşağı. Çünki biz bunu istər Rusiyada bəyənmədiyimiz, Rusiyada belə görmüşük. İstərsə də sonuncu bizdən əvvəl də Cənab Prezidentin də, vice-prezidentin də iştirak etdiyi o həmin o deməli Çin Xalq Respublikasında onun rəhbərliyi ilə olan hamı gördü, qonaqlar da özü də ayaq üstə durublar və axırdan əvvələ kimi, əvvəldən axıra kimi paradı izləyirlər. Amma burada biz nədənsə bax elə bir ajotajın şahidi olmadıq. Sonra komanda arasında, verilən komandalar arasında o uyğunsuzluq, tutalım o həmin Mümtaz bəyin özünün aparıcısına mənim elə bir itirazım yoxdur. Çünki mən onu şəxsən tanıyıram. Mənim də qonşuluğumda yaşayır. Özünlə də tez-tezdə görüşürük. Çox yaxşı da bir səliqəli, səhmanlı. Ancaq mənə elə gəlir ki, o hazırlıq prosesini daha yaxşı eləmək olardı. Bu da ondan irəli gəlir ki, konkret olaraq burada bu işə cavabdeh olan kimdir? Mən şəxsən hələ də bilə bilmirəm. Yəni bu işlər həmişə adətən tapşırılır Müdafiə Nazirliyinə. Müdafiə Nazirliyi çünki əvvəl ən həcminə görə, ümumiyyətlə aparılan o müharibənin özündə ən əsas onun üzərinə düşdüyünə görə və digər qüvvələr Müdafiə Nazirliyinə tabi olduğuna görə təbii ki, onun işidir bu. Amma burada baxdıq, gördük ki, Müdafiə Nazirliyinin tutalım o tribunalarda təmsil olunması digərlərə nisbətən çox az. Və mənə bir neçə şəkil göndərilər. Həm sağda, həm solda olan tribunaların ön cərgələrində bir neçə sırada ən qabaqda Dövlət Sərhəd Xidmətinin deməli zabit heyəti əyləşmişdi. Mən anlaya bilmədim. Mən heç kəsi bölmək fikrim yoxdur. Amma hər halda həcminə görə götürəndə, say baxımından götürəndə orada ən çox olan olmalıdır Müdafiə Nazirliyinin zabitlərdə. Bunun özü mənə gəlir ki, bundan sonraki dövrlərdə mütləq şəkildə öyrənilməlidir, baxılmalıdır və orada təbii ki, Mümtaz bəy deyərkən, keçən tutalım bizim qardaş Pakistan İslam Respublikasının hərbçiləri keçir, amma tamamən başqa bir hərbi dəstənin adı çəkilir. Və belə şeylər özü mənə gəlir ki, bu yenə də ən əvvəl belə bir fikir yox idi. Mətbuatda oxumamışdıq və sonradan dedilər ki, yox, parad olacaq və əvvəlki paradlara nisbətən mən belə düşünürəm ki, hazırlıq prosesinə az vaxt verilmişdir. Elə bir
tədbirdir, elə bir bayramdır ki, çox məsuliyyət tələb eləyir, olduqca böyük hazırlıq tələb eləyir. İstər orada tutalım, mən öz gördüyümü deyirəm, bəlkə deyəcəklər bu Sovetdən qalma kimi düşünür. Orada əvvəlki paradlarda olduğu kimi Müdafiə Naziri parada komanda verən şəxs mütləq şəkildə ayrı-ayrı deməli mərhələlərlə ayrı-ayrı qoşun növlərinə gəlib salamlaşır və bütün şəkildə onu qarşılayırlar, salamlaşır və bütünlükdə hamının salamlaşandan sonra Ali Baş Komandanı məruz edir. Yəni bu məsələni də bu cür həll ediblər ki, yox bir dəfəlik olsun, bəlkə də kiminsə xətrinə dəyər ki, niyə görə Müdafiə Naziri gəlib tutalım daxili qoşunlara və digərlərinə bunu etməlidir. Və bu məsələ buradadır və mən hər halda indi bundan sonra da müəyyən qədər indi yəqin baxıb digər yoldaşlar da öz mülahizələrini bildirəcəklər. Amma hər bir halda mütləq şəkildə mən düşünürəm ki, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, Azərbaycan silahlı qüvvələri bu bayramı haqq eləyiblər. Bu bayram keçirilməlidir. Hələ bundan sonra da bütün illərdə, bütün yüksək səviyyədə keçirilməlidir. Səxavət bəy, mən mümkün olsa müəyyən qədər, indi siz məni yönəltdiniz bu söhbətlərə. Hər halda başqa yoldaşlar, deməli, sizin əvvəldən çağırdığınız qonaq da hörmətli Nəsim bəy də buna toxunmuşdu. Mən istəməzdim bunun üstündə biz fokuslanaq. Ən əsas olan Azərbaycan xalqının, Azərbaycan dövlətinin möhtəşəm qələbəsidir. Ən əsas olan bu qazanılmış qələbəni də bundan sonra bizim mütləq şəkildə qoruyub saxlamağımız. Onun qoruyub saxlanması üçün də təbii ki, hər kəsin öz haqqı özünə verilməlidir. Və mən mümkünsə heç bir qardaşlarımızın xətrinə dəymədən, özün bilirsən ki, düzdür, deyirlər xüsusi təyinatlı qoşunların vaxtı 99-cu ildən, amma bildiyim kimi xüsusi təyinatlı ümumiyyətlə hərbi hissələrin yaranması 1992-ci ildən baş veribdir və onların 3 hərbi hissənin də birinin yaranmasının iştirakçılarından və təşkilatçılarından da biri mən olmuşam 776. İndi onun adını çəkdiyim üçün məndən içməsin, artıq o hərbi hissələr yoxdur, birləşib başqa hərbi hissələr yaradıblar. Və burada mütləq şəkildə Şuşa şəhərinin alınması və ondan sonra alınandan sonra tam şəkildə o həmin Şuşa şəhəri alınandan sonra o ayın 10-unda 11-nə keçən gecə 3 ölkə rəhbərinin iştirakı ilə Ermənistanın kapitulyasiya imza atması. Amma əsas biz götürürük ki 8 noyabrda, yəni Şuşa şəhərinin alınması. Burada bəzilərində ümumiyyətlə elə bir fikir yaranır ki, elə burada xüsusi təyinatlar götürüblər əllərinə avtomatı, gediblər düşmən üzərinə dağları açıbdılar və Şuşanı azad ediblər. Əzizlərim, belə şey olmur. Və heç də siz mənim o dırnaqarası bir həmkarım qarşımda daima açıq televiziyada deyirdi ki, yox siz niyə elə deyirsiniz ki, ermənilər güclüdür, ermənilər çox zəifdir. Dedim, onda biz zəif düşməni yemişdə, belə çıxdı ki, biz də zəiflikdə. Siz dedim, bilmədiyinizi heç vaxt danışıb cəmaatı da çaşdırmağa çalışmayın. Ermənilərin ordusu çox güclüydü, müdafiəsi çox güclüydü və erməni özünün büdcəsinin böyük bir hissəsini həm bu müdafiə sərf eləyirdi, həm də ki o həmin o müdafiə strukturuna, o ilə deyilən o belə desək şərtli şəkildə ora sərf eləyirdi. Burada bizim olduqca yüksək səviyyədə hazırlanmış plan şəklində erməni silahlı qüvvələri və Şuşanı onların əsas qoruyan həlqəsi yarıldı və Şuşaya əlavə qüvvələrin gəlməsinə imkan verilmədi. Mən niyə görə bunu deyirəm? Ona görə deyirəm ki, əgər biz doğrudan da 92-ci ildə Şuşanın əlimizdən alınıb işğal edilməsi, Laçının işğal edilməsi məsələsini çözsək, biz bunu aydın şəkildə görmüş olarıq. Və çox yaxşı ki, sağ olsun ki, bu əməliyyatı hazırlayan və Ali Baş Komandanın rəhbərliyi ilə bunu hazırlayıb həyata keçirən bizim o zabitlərimiz, qərargahımız bütün o köhnə məsələlərdən nəticə çıxardıblar ki, yəni birinci növbədə biz düşmənin Ermənistandan gələn qüvvələrinin qarşısını almalıyıq. Düşmənin Ağdərədə, Qırmızı kənddə, həmçinin Xocavənddə olan qüvvələrinin əgər Şuşa şəhərinə bizim hücumumuz baş tutarsa, oraya gələcək qüvvələrinin qarşısının alınmasına yönəldilsin. Və bu da çox böyük zərgər dəqiqliyi ilə yerinə yetirildi. Və Şuşa şəhəri üzərinə yeriyən xüsusi təyinatlar, hansı ki, Hikmət Paşanın rəhbərliyi altında o həyata keçirilirdi. Burada təkcə Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatları deyil, daxili qoşunların xüsusi təyinatları, ondan sonra Kəşfiyyat İdarəsinin xüsusi təyinatları, Sərhəd qoşunun xüsusi təyinatları, həmçinin Naxçıvan xüsusi təyinatları, mən deyərdim ki, bütün bu xüsusi təyinatları hamısını bir yerə yıxsan, bir brigada, 2 brigada həcmində burada böyük bir o yumruq deyilən, bax o qüvvə oradaydı. Ondan başqa isə bütün bunları alarkən isə, təbii ki, düşman artıq başı ayılarkən, Ermənistan tərəfindən olan 4-cü erməni korpusunun qarşını kim kəsdi?
bizim yenicə yaradılmış olan 6-cı korpusumuz. Bəli. Və qırmızı tabor, üzr istəyirəm, qırmızı kənd, Xocavənd istiqamətindən kim kəsdi? Bizim 4-cü korpusumuz, hansı ki Bakı korpusu adlanır, onun deməli briqadaları kəsdi. Və ilk deməli bizim o iri yaşayış məntəqəsini azad edən, su qovşanını azad edən 1-ci istiqamət, 1-ci korpusumuz isə Ağdərədə artıq düşmənin başı ayılanda ki, orada hardasa 15-20 min deyilənə görə onların çox belə çevik, hələ o dövrdən qüvvələri var idi. Onun qarşısını kim kəsdi? Onun da qarşısını 1-ci korpusun qüvvələri kəsdi. Yəni Şuşanın azad olunması hər hansı bir qurumun, hər hansı bir hərbi hissənin mi deyim kimi, bütünlükdə Azərbaycan silahlı qüvvələrinin apardığı əməliyyatın gözəl nəticəsidir, bariz nümunəsidir. Yəni mən bunu qısaca şəkildə deyirəm. Təbii ki, siz də bunu öz kitabınızda yazmışsınız. Məgər bundan sonra da yazılacaq. Amma bunların yazılıb insanlara çatdırılması çox vacib. Yəni kimsə bugün deyə bilməz ki, mən məxsusi olaraq Şuşanı mən azad etmişəm və qalanlar siz başqa yerlərdə, axı bütün o kəndlərdə biz özümüz ermənilər bu rogerlərin çəkdiyi materiallarda görünürdü ki, nə qədər bizim hərbi maşınlarımız puskuya düşüb, nə qədər insanlarımız şəhid olub, məhz Şuşa ətrafında. Çünki gələnləri vururdular, amma biz isə gəlməliydik. Çünki hətta olduğu kimi o yerləri biz alıb saxlamış olsaydıq da belə, ətrafdan bizim köməyimiz olmasaydı, o yollar kəsilməsəydi, dəstək olmasaydı ətrafdan, Şuşanı biz əldə saxlaya bilməzdik. Və erməni də buna tam şəkildə cəhd eləyirdi və təbii ki, də onu da xaricdən dəstək verən kimi Rusiya idi. O da istəyirdi ki, bunu eləsin ki, Azərbaycan birdən-birə bu qədər yüksək, o hardasa bərabərliyi saxlasın ki, öz deməli burada siyasətini həyata keçirmiş olsun. Ancaq bu baş vermədiyini gördükdə isə artıq sülh deməli imzalanmasına hamı məcbur oldu və bu da çox gözəl bir nümunə olaraq ondan sonra da dövlətimiz bu işi davam etdirib axıra çatdırdı ki, bugün də bizim Dağlıq Qarabağda ümumiyyətlə işğal olunmuş ərazilərdə bir nəfər də olsun separatçı belə qalmayıb. Yəni icazənizlə mən bəlkə sizin vaxtınıza girdim, amma bunu demək mənə gəlir. Düz elədiniz. Çünki bəzən insanlar artıq bu məsələ ilə bağlı elə danışırlar ki, digərlərinin haqqına girirlər. Özləri haqq davası aparırsan ki, amma başqalarının da haqqına girirlər. Ona görə də hesab edirəm ki, elə doğru yanaşdınız bu məsələyə. Tərlan bəy, mümkünsə biz digər bir müharibələrə də keçə bilərik və Rusiya-Ukrayna müharibəsi hazırda deyərdim ki, bəlkə də ən ağır dönəmini yaşayır, hər iki tərəf üçün ağır dönəmini yaşayır və müharibənin artıq biz daha da şiddətləndiyinin şahidi oluruq və çox döyüşlər intensivləşir Zaporojye istiqamətində, Pakrovsk istiqamətində və digər istiqamətlərdə də. Ümumiyyətlə, Trump gələndə bildirdi ki, bu ilin əvvəlində müharibə bitəcək, amma ilin artıq axırıdır, hələ də müharibədən demək olar ki, müharibənin bitməsindən əsər əlamət yoxdur. Müharibə niyə bu qədər uzanır, nə qədər uzana bilər və ümumiyyətlə bu müharibənin sonunu necə görürsünüz? Çox sağ olun. Təbii ki, əgər xatırlayırsa, mən sizlə də elə digər sizin həmkarlarınızla da daim o müharibə başlayandan onun hardasa tezliklə bitəcəyinə ümid etdiyimi bildirirdim və mən bunu qəlbən istəyirdim və görünən, aparılan işlər də bundan ibarət idi ki, bu tezliklə bitəcək və qardaş Türkiyə Cümhuriyyəti liderinin bu işə necə deyək, yaxından iştirakı və onların dəvəti İstanbul görüşlərində də belə bir ümidlər yarandı və artıq müharibənin dayanacağı ilə bağlı ümidlər çözəlməyə başlandı. Təəssüflər olsun ki, bu müharibənin bitməsini istəməyən, istər qərbdə, istər şərqdə, istər dünyanın digər bölgələrində olan maraqlı qüvvələr var və onlar da bunu közərtdilər və çox təəssüflər olsun ki, iki Slavyan dövlətin lideri də onların nətər deyim, axınında getməyə məcbur oldu və heç birində hər hansı bir dirəniş olmadı ki, konkret şəkildə addım atsın və mən onun üçün deyirəm ki, bu müharibələri istər şərqdə, istər qərbdə olan müharibələri biz görən kimi, baxan kimi, onları bir çözən kimi dərhal özümüzlə müqayisə edirik ki, bizim apardığımız, yəni dövlətimizin, dövlət rəhbərinin apardığı siyasət həm hərbi, həm diplomatik, həm siyasi nə qədər doğrunu olur, bilirsinizmi? Axı, həmin təklif bizə də verildi, düzdürmü? Biz o təklifi, bir neçə təklifi bu günləri əgər biz Xariclər Nazirlərinin çox gözəl bir proqramdır, İctimai TV elə gəlir ki, çox yaxşı onu təşkil edib, hamısını mən diqqətlə qulaq asdım, paylaşdım yoldaşlarla da. Oradan məlum olur ki, nə qədər bizə təzyiqlər olub ki, müəyyən çərçivə daxilində, şərtlər daxilində bunlar kəsilsin, amma dövlət buna getmə.
ən axırda hansına getdi? O maksimum nəyə əldə edə bilərdi? Onu əldə etdi və təbii ki, həm daxildən, həm müəyyən qədər xaricdən təzyiqlərə, ondan sonra tənqidlərə məruz qaldı. Biz özümüz də çox belə pəjmürdə olduq ki, nəyə görə bizim ölkəmizdə Rusiya hərbi qoşunları yerləşdi. Amma fikir vermək lazım ki, onlar hansı status altında yerləşdirdi və neçə ildə yerləşdirdi. Amma çox təəssüflər olsun ki, tutalım mən o dövrdə herhalde 45 milyonluq ölkənin seçdiyi prezidenti biz hamımız ona hörmətlə yanaşmalıyıq. Zelenskinin və onun alternativi də deyək ki, köhnə Paraşenkonun seçilməsi dövründə mən Ukrayna vətəndaşı deyiləm, amma hər halda yaşıma və təcrübəmi istəyirəm ki, təcrübəli adam olsun dövlət rəhbəri. Amma insanlar onu niyə seçdi? Populyar idi, yaxşı vədlər verirdi və ən əsas hansı vədi verirdi? Sülh vədini verirdi. Amma işin içinə girəndən sonra görürsən ki, yox, bu tamamən axı bu səhnə deyil, bu həyatdır. Və burada mütləq şəkildə komanda olmalıdır. Bəzən bizi tənqid edirlər ki, sizin komandanızda köhnəliyin qalıqları var, falan var. Amma hər bir halda hansısa minusları ilə, pürusları ilə bir yerdə köhnədən dövlət təcrübəsi olan adamların olması olduqca vacib. Eyni səhvi vaxtla Saakashvili də buraxmışdı. Bunu etiraf eləmək lazımdır. Hamıya qıraqdan xoş gəlir, gəlirsən, hər yerdə gənclər olur, gözəl. Amma bunun hamısı qaydasında olmalıdır. Gənci də, orta yaşlısı da, yaşlısı da, bunlar hamısı bir-birlərinə təcrübəni ötürə-ötə gedir. Bu məktəbdir. Və birdən-birə bunun bağları kəsilmir. Bax, olduqca gəlib belə kəskinlər. Bunu mən tək demirəm. Bunu oturub qulaq asaq biz Portnikova, digərlərinə, hansı ki, gözəl analitiklər var, çap edirlər ki, bu belə oldu ki, birdən-birə və bu günləri görülən budur ki, həmin hakimiyyət özü döyüşə öyrənir. Axı sən həmin vaxtda, həmin olduqca həm içəridə, həm daxildə bir çox kəskin bir vəziyyətdə olan bir ölkəyə rəhbərliyə gəlirsənsə, burada öyrənmək üçün vaxt yoxdur. Burada təcrübəli insanlar olmalıdır. Əgər gəlirsənsə, onlardan istifadə etməlisən və mən demirəm ki, istifadə olunmalı. Amma sən gələn adamlara deyirsən ki, siz rüşvət almayacaqsınız. Və bütün ictimaiyyət də sənə təzyiq edir ki, onlara yüksək maaş da verilməyəcək. Vahu. Və sonunda bu gələn məmur nəyə görə işləməlidir? Ona görə də onların məmurları, dövlət adamları, təcrübəli dövlət adamları üstünlük verirlər, çıxıb getsinlər xaricə. Xaricdə biznesini inkişaf elətdirsinlər. Axı belə olmur. Bilirsiniz, oturub adam öyrənəndə, istər Cənubi Koreya Respublikasının təcrübəsini, istər ən əsas dünyada ümdə təcrübə, bu həmin bildiyimiz Singapur təcrübəsidir ki, onun rəhbəri deyir ki, mənim qarşımda iki yol var. Yəni, qonşu respublikalarda olduğu kimi qol-məğrəbəmi yığıb, bir korrupsiya rejimi yaradın, istifadə edin. Ya da ki, ağıllı başlı bir yol seçin. Bu hansı yolu seçdi? Bugün də o ölüb gedibsə də onun adı yaşayacaq illər boyu da o ölkənin tarixində yaşayacaq. Yəni, bircə faktı gətirim ki, onun təyin etdiyi məmurun ətrafında, yaxınlığında, vəzifədə nəinki qol məğrəbəsi, hətta bir yerdə, bir sinifdə oxuduğu, dost məhəllədə top oynatdığı uşaqlar da olmamalı. Bilirsinizmi? Yəni, bunu bu addımlara gedirdi. Yəni, Cənubi Koreya Respublikasında deyirlər bu günləri demokrat, 12, 14, 16 saat insanlar işləyirdilər. Çox ciddi iş rejimi vardı, Stalin iş rejimi vardı. Və Stalinin qurduğu dövlətin özü niyə görə iqtisadiyyatı belə idi? Çünki orada bir dəfə işə geçənə xəbərdarlıq edilirdi, ikinci, üçüncü dəfə olanda tüm içəri salırdılar. Yəni iş rejimi bəli. Onu ilə gətirib yığırdılar. Yəni burada isə demokratiya vermişəm, yox, cəmaat düşünürlər ki, sən deputat olaraq az maaş almalısan, sən nazir olaraq az, onda da necə işləmə, ya oğru eləyəndə də əlini kəsəcək. Birisi bu hələ işin bir tərəfidir. Amma digər bir tərəfdən mən düşünürəm ki, indi artıq bütün bunlar yavaş-yavaş, necə deyirlər, o dəlləyliyi öyrənirlər insanların başında. Gəlir, ancaq mütləq şəkildə mən düşünürəm ki, bunun bir yolu tapılmalıdır və hər hansı bir kontaktlarla buna son qoyulmalıdır. Bu cür olmalı. Bəli, bir tərəf dayanmır, tökür bütün resursunu qıra-qıra gedir və aldığı şəhərlərdə tam xarabazarlığa çevrilir. O birisi tərəfdə isə mütləq şəkildə müdafiə olunur və həm özü tələfat uğrayamaqla, həm də qarşı tərəfi ən əsas olan odur ki, insanlar burada qırılırlar. Bu insan taleyidir və buna, amma bu günləri tutalım demək olmaz ki, Trump gəldiyi gündən bunun üçün heç bir təşəbbüs göstərməyib, göstərir. Çox böyük təşəbbüslər göstərir. Mən minnətdaram şəxsən buna, ancaq gücü çatmır. Digər bir tərəfdən isə bu müharibənin olmasında biz gəlirikdə ilkindən qərbdə kimlər maraqlı idi, şərqdə kim var. Kütay bugün, Çin bugün maraqlıdır ki, müharibə uzansın. Çünki o uzandıqca ordunun dividendləri çoxdur. Qərbində müəyyən dairələrin dividendləri çoxdur. Amerikanın özünün o silah istehsal edən şirkətləri yaxşı pullar qazanırlar. Bunlar hamısı var. Siz bunları görə-görə, amma bir-birinə bunlar da qutarır. Mesela Rusiya
Ukraynanı dedik. Rusiya ise niyə qutara bilmir? Rusiya ona görə qutarmağı bilmir ki, yəni bugün müharibəni qutarsa, hələ bu çərçivədə saxlasa, ona deyəcəklər ki, bəs sən bizə tamam başqa şey söz vermişdin. Sən 4 ilə Stalin gedib, əgər çıxmışdırsa, böyük qırğınlar hesabını olsa, Berlini götürmüşsə, sən aranı götürmüşsən. Qazandığın nədir? Bu da buna görə bunun qorxusundan saxlaya bilmir. Amma ortada qırılan insanlardır. Mən inanmaq istərdim ki, hardasa bu ən bir şiddət həmişə olan yerdə o şiddətin sonu ilə hardasa bir sabitləşmə gəlir, sakitləşmə gəlir və yəqin ki, bu da baş verməlidir. Bunun başqa yolu yoxdur zaten. Çünki həmin bölgə olduqca barıt çəlləyi kimi bir bölgədir. Orada neçə dənə atom elektrik stansiyaları var. Olduqca böyük bəndlər var. Çox böyük ekoloji problemlər yaşana bilər. Mən inanmaq istərdim ki, hər halda ağıl qalib gələcək və müharibə heç olmasa ilkində bir gəlib atəşkəslə nəticələnəcək. Tərlan bəy, başqa bir fikriniz yoxdursa yekunlaşdıra bilərdik. Buyurun, sizin sualınız varsa verin. Mənə elə gəlir ki, azdan çoxdan bildiyimdən mən dedim. Amma çox təəssüf edirəm ki, mən sizin bu efiriniz vasitəsilə də mən öz bildiyi kimi həm çox sən deyən dəvət olunmuram və getdiyim yerə də imkanlar yoxdur. Və olduqca böyük bir təbrik ruhlu bir çıxış hazırlamışdım ki, eləyim ancaq bu məlum səbəblərdən bax bizim bu gəlib təyyarəmizin belə qəzaya uğraması, qardaşlarımızın şəhid olması təbii ki, bizə ona imkan vermir. Amma hər halda yenə də deyirəm, irəliyə getmək lazımdır. Daha yaxşı işləmək, daha yaxşı xidmət eləmək və bizi bu qələbələrə çatdıran əskərlərimizə mütləq şəkildə bundan sonra da daha çox diqqət lazımdır. Qazilərimizə daha çox diqqət lazımdır. Mən onun üstündə bir gəlmək istəmirəm. Amma son baş verənlər göstərir ki, nə dərəcədə bizə olan, onların ehtiyacları ödənilir. Hər bir halda var, nələrsə edilir, amma bundan daha yaxşı ola bilərdi, daha gözəl ola bilərdi. Mən bundan sonra buna ümid eləməyə çalışıram ki, bu ümidli ola və bugün sizin də o ötən dəfə də qaldırdığınız ki, artıq orduda da, yəni məlumu aparılan sülh siyasətinə əlaqədar olaraq orduda ixtisarlar gedəcək. Orada ixtisarlar gedəcəksə deməli, oradan xeyli sayda bizim qardaşlarımız işsiz qalacaqlar. Onların işlə təmin olunması məsələsidir, yerləşdirilməsi məsələsidir və həmçinin ixtisar zamanı da yenə o görün baxımlıq, qohumbazlıq, dostbazlıq olmamalıdır. Kimlərsə doğrudan da mütləq şəkildə ora layiqsə qalsınlar, kimlərsə müəyyən qədər tutalım. Daha zəifdirsə, xidmətdə filan da tərxis olunsun, amma onların da işlə təmin olunması mütləq şəkildə həyata keçirilsin. Tərlan bəy, o məsələ 2030-cu ilə qədər mərhələli şəkildə müdafiə xərclərinin azaldılması ilə bağlıdır. Yəni mərhələli şəkildə müdafiə xərcləri azaldılacaq, hətta 4 milyard nə bilim hansı bir həddə qədər gəlib çıxartma ilə bağlıdır. Hər halda əgər sülh dövrüdürsə, təbii ki, Azərbaycanın qarşısında yenə bir nömrəli problem Qarabağdır. Qarabağı tikmək lazımdır, Qarabağı qurmaq lazımdır, insanları kütləvi şəkildə ora köçünü təmin etmək lazımdır. Çünki ora insanlar kütləvi şəkildə köçüb orada yaşamasalar, yəni o torpaq yaşadıqca, yəni sənin olur, əkdikcə, biçdikcə, yəni hansısa başqa bir formada yox. Ona görə də ümid eləyirəm ki, mən də ümid eləyirəm ki, çünki əldən başqa bir şey gəlmir, başqa bir şey olmur. Ona görə də ümid eləyirəm ki, bundan sonra bu məsələlər hamısı öz həllini tapar, öz yoluna düşər. Ümid eləyək. İzlədiyiniz üçün təşəkkür edirəm. Tərlan bəy, sizə birincisi təşəkkür edirəm ki, vaxt ayırdınız və üç məsələnin üçü də önəmli məsələ idi hesab edirəm ki, ümumiyyətlə siz məsələlərə həmişə bir qədər fərqli yanaşırsınız deyə, ona görə də bu üç məsələlərin elə üstündə durmağınızı istədim və izləyicilərə təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Sağ olun, var olun. Məhəmməd bəy, təşəkkür edirəm. Elə bir yerdə toxundunuz ki, o fərqli baxmaq deyəndə ki, bizim öz baxışımızdır. Amma bəzən görürsən ki, qıraqda sənin baxışınla razılaşır. Amma deyil, bilirsən, bugün modda dəbdə belədir, daha çox layiq gətirir. Biz bu cür yanaşırıq. Mən onu anlaya bilmirəm və bizim vəzifəmiz, birinci növbədə medianın vəzifəsi insanları informasyonu təmin etməkdir, maarifləndirməkdir. Bu cür yanaşmaq lazımdır. Onsuz da dünənləri, hər hansı bir məsələni deyib, bugün onun üzərindən keçirsənsə, tamamen onun əksini söyləyirsənsə, bu artıq sənin qeyri-səmimiyyətindən xəbər verir və hardasa altda imkanlar var ki, insanlar yazıb bunu bildirirlər. Bizə də yazırlar, buyursunlar, yazsınlar. Ancaq hər halda bizim çıxışlarımızı, sizlə olan deməli söhbətlərimizi, hər hansı bir səhvimiz olubsa biz onu etiraf eləməyə hazırıq.
Amma hər halda başqaları kimi 180 dərəcə bir mövqedə dönəndə bu isə yaxşı nəticə vermir. Bu yaramaz. Belə şey olmaz. Biz bunun əleyhinəyik. Doğru. Sağ ol. Təşəkkür edirəm. Sağ olun, var olun.